Beyli hər iki komanda çox gözəl oyun nümayiş etdirdi və nədənsə Müşfiq fikirləşir ki, onların topladığı xal azdır. Maraqlıdır, görəsən sizin topladığınız xal ümumilikdə nə qədərdir? Diqqətli olun və mən birinci komandanın xalını bir neçə saniyədən sonra söyləyəcəm. Beş xal, pis nəticə deyil. 33 xal. Və indi isə ikinci komandanın xalını söyləyirəm. 53 xal, bravo. Bu deməkdir ki, finalda ikinci komanda, yəni Sahil oynayacaq, 1000 manatı qazanmaqda artıq 50% yolu keçib və sahib. Sənin tam ixtiyarın var ki, finalda oynayacaq insanı seçəsən. Yəni, bu Günay qalmaq şərti ilə də ola bilər və yaxud Müşfiq də ola bilər. Hansı ilə? Günayla davam edirəm. Günay xanımla davam etmək istəyirsən. Alqışlar. Təbii ki, birinci komandanın burada deyəcək sözü bitdi. Bəxtinizi bir daha sınayım. Gəlin. Əlimdən gələni elədim. Pulumu kim verəcək bəs? Pulumu. Gəl Səbinə bura. Almışlar hər ikisinə. Hədiyyələrimiz gəlsin. Təəssüratların nədir? Təəssüratlarım odur ki, uğurlar diləyirəm qarşı komandaya. Amma ki, xahiş edirəm o tamaşaçıların içində o balıq söhbəti vardı. Mən özüm də balıq yiyənəm doğrudan. Həftədə ən azından necə 4 günüm mən balıq qəbul eləməsəm qalamıram. Doğrudan. Ora imkan varsa mən yaxşı yerdə tanıyıram, balıq verirlər. Yox, demədi Ləvəngi, sadəcə balıq deyir. Balıq Ləvəngisi, talış mətbəxində. Belə hədiyyələrimiz, Sev məni gül salonundan bu gözəl möhtəşəm gülləri xanım sizə təqdim edirik. Bu kalpasalar da bizə versiniz? Bəli, bu ət məhsulları da sizindir Səhriyaldan. Min bərəkət halal neymət, tam halallıqla hazırlanır. Çox sağ ol Səranə xanım. Ömür klinikasından hər birinizə ayrı-ayrılıqda müalicə və müayinə kartı, yəni güzəşlidir. Buyur. Buyur Səbinə xanım. Təşəkkürlər. Gedə bilərsiniz. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Biz isə təbii ki oyunumuzu davam edəcəyik finalda gördüyünüz komandayla. Birazdan finalda görüşəcəyik. Bəli, belə Sahil finaldasan və indiyə qədər təbii ki 1000 manatı qazana bilən olmayıb və inanırıq ki bugün sən 1000 manatı qazanıb bir inqilab edəcəksən bizim verilişimizdə. Günay da əlindən gələn köməyi bayaqdan edib finala çıxarıb və inanırıq ki finalda da qalib edə bilər. İnşallah. Və indi isə diqqətli olun. 6 etap olacaq finalda. Birinci etapda 10 sözdən 5'ini tapsaz 100 manat, 9 sözdən 5'i 200, 8 sözdən 5'i 300, 7 sözdən 5'i 500, 6 sözdən 5'i 750 və nəhayət 5 sözdən 5'inə 1000 manat verilir. Təbii ki, məbləğ 1000 manat şəklində təqdim olunur. Xırdalıq eləmirik. Və indi isə qaydalar necədir? İpucuları var. Deməli, birinci etapda 10 sözdən 5'ini tapmaq üçün hər sözə görə 3 ipucu verilir. 3 ipucu söyləndi, tapılmadı, digər sözə keçiləcək. Pas deyə bilərsən. Sən də, sən də. Sonra söz birləşməsi yoxdur. Bir sözlədir. Həm cavab, həm də ipucu. Bir ipucu, bir cavab. Hazırıq. 90 saniyə vaxt. Vaxt getdi. Uzaq. Yaxın. Ölü. Diri. Doğru. Yalan. Qıraq. Yaxın. Cavab versin. Qıraq. Sahil. Kənar. İki cavab olmaz dalbadal. Etdik. Duzsuz. Şit. Dadlı. Bir dəqiqə stop. Duzlu sözü, duzsuz sözlər, kökü duzlu. Davam edirik, davam edirik. Vaxt gedir. Avqust. Sentyabr. Zərər. Xeyir. Bankrot. Müflis. Zərər. Qazanc. Kesiyor sözə. Toyuq. Xoruz. Balaca. Cücə. Şükür. Bravo.
10 sözdən 5-ini tapdınız. Bu rahat idi, çünki ehtiyatda 5 söz var idi. Səhv etdinizsə, vaxt gedir, davam edin. Pas deyib davam edə bilərsiniz. Səhv etdiniz, yenə davam edin. İndi isə 9 sözdən 5-i tapılmalıdır. Ehtiyatda 4 söz var. Yenə də hər sözə 3 ipucu və 90 saniyə vaxt. Vaxt dayanmır, vaxt gedir. Səhv etdiniz, davam edin. Vaxt getdi. Sən, Mən. may, İyun. il, Ay. canavar, Qurd. cücə, Yumurta. həccə, Tülkü. istək, Arzu. rəqəm, Hərif. maşın, Velosiped. seriya, Bölüm. pas, film. Kino. Var 5 söz, bravo. Çox əla başa salır. Çox. Çox super başa salır. Seriya, nömrə demək lazım idi sadəcə. Ayda. Beylər, 9 sözdən 5-i tapıldı. Bravo deyirəm. İndi 8 sözdən 5-idir Sahil. Ehtiyatda 3 sözüm var. Yəni pas deməkdə də ehtiyat edin, çünki söz qalmaya bilər. Hazırıq. İndi isə 60 saniyə vaxt veriləcək. 8 sözdən 5-i tapılmalıdır. 3 ipucu hər sözə görə. Vaxt getdi. Stul, Oturacaq. masa, Stol. qəpik, Manat. buruqlar, Neft. atlas, Xəritə. mağaza, Dükan. kassir, Supermarket. pas, Getdik. çay, Dəniz. Göstərməyin. balaca, pas, marş, Əskər. Him. Ki cavab vermə, deyəcəkdim də gözlə. gerb deyəcəkdim orada. Getdik, sonra vaxt var. Maliyyə, Qazanc. pul, Uğur. qoyulur, Sərmayə. pas, qan, qan, Damar. Damar. Vaxt tamamdır. Ayda. əlavə. Ay Günay, Qoşma ay deyəcəkdim. Günay, ay Saçma. Günay. Sahilə Ağlayacaq alqışlar indi. rica edəcəm. Həqiqətən də alqışlara layiq. Super. Həqiqətən də. Amma çox təəssüflər olsun ki, burada sizin deyəcəyi sözünüz bitdi. Və rica edirəm Günay xanım və buyur qardaşım Sahil bura. Təbii ki, təəssüratlarını söyləmək istərdin. Nə deyəcəkdin? Mən öncədən üzr istəyirəm Sahildən. Pulu qazandıra bilmədim. Təəssüf ki, amma qismət. Mən elə gəlir ki, Sahil doğrudan çox yaxşı oyunçudur Super. və mən çox sevindim ki, belə bir oyunçu var. Çox aydın şəkildə başa salırdı. Əgər mən onu başa düşə bilmədimsə, bu mənim səhvimdir. Əvvəldə demişdim ki, bağışda ki, uduzduracam. Bağışda ki, uduzduracam. Verilişin əvvəlində olduğu kimi. Uduzdurdun. Uduzdurdum. Bax belə. Təbrik edirəm. Rahat oldun. Təəssüf. Sahil, sənin təəssüratların. Yəni Və əsəbləşmə, bir səhv deyilib də, yəni hisslənmə. Boş ver. əsas olan bu bir oyundur, əsas olan can sağlığıdır. Bəli. Yəni, buna fikir vermək lazımdır. İnşallah başqa oyunlarda qalib gələrdir. Allah qoysa, inşallah. Və bu yerdə bizim qəhrəmanlarımızın hədiyyələri gəlsin rica edirəm. Alqışlar. Bizim dəyərli baş sponsorumuzdan, Səhriyaldan, Sev məni gül salonundan çox gözəl bir gül buketini mən Günay sənə təqdim edirəm. Çox sağ ol, təşəkkür edirəm. Təşəkkürlər sənə. Səhriyaldan nuş olsun deyirəm. Sağ ol, çox sağ ol. Və təşəkkürlər Təranə. Ömür klinikasından hər ikinizdə ayrı-ayrılıqda güzəştli müayinə və müalicə kartı. Həkimə getmək üçün xəstələnmək vacib deyil. Gərək sağlam insan da ildə 2 dəfə müayinədən keçsin. Bəli. Gedə bilərsiniz. Alqışlar, təşəkkürlər. Sağ ol, sağ ol.
Bəli, bizim oyunumuz beləcə sona çatdı. Oyunumuzda iştirak etmək istəyənlər söz oyunu @yahoo.com elektron poçtuna özləri barədə məlumatı və telefon nömrəsini göndərsinlər. Söz demək asan, söz almaq çətindir. Bu çətinliyə razı olanlar, hazır olanlar buyurub gəlib 1000 manatı qazansın. Təbii ki, burada da mənim deyəcək sözüm bitdi.